Həzrət buyurur ki, ən fəzilətli insan çox mərhəmətli insandır özdə, çox. Çünki baxın, bir an düşünsək, Allahın rəhməti o qədər genişdir ki, biz gündəlik nə qədər xəta və nöqsanlar edirik, amma Allah o xəta və nöqsanların üzərindən, yəni onların qarşılığında birdən bizə mükafat və cəza versə, bizim işimiz çox çətin olacaq. Yəni, hərə öz gördüyü nöqsan və xətaları öz beynində bir düşünsə, bir fikir eləsə, görəcək ki, doğrudan Allah bizimlə çox mərhəmətli davranır, çox ədalətli davranır. Hətta Allahın bizə verdiyi ruzi, o ruzini ki verir, onu Allah istədiyi tərzdə istifadə etmirik. Biz çoxlarımız, görürsünüz, zəkatdan danışılanda bəhanə tuturuq. Hansı ki Allah ruzu verir. O ruzinin müəyyən hissəsini zəkatın verməlisən. Xumsdan danışanda, hansı ki biz bu haqda danışmışıq, Allah qazancımın 5-dən 1-ini səndən istəyir. Ondan bəhanə tuturuq. Nə bilim, həcdən danışanda imkanı da var, amma həc qılmaq istəmir, xəsislik edir. Onun üçün də bir bəhanə tutur. Hələ həcə gedənlərə də bir məsxərə edir, bir eyib tutur ki, onların oraya getməyi yersizdir. Və ya müxtəlif səbəblər görürsünüz. Amma buna rəğmən Allah heç birimizin ruzusunu kəsmir. Heç birimizin ruzusunu kəsmir. Hansı xums verməyənin ruzusunu Allah alır əldən. Hansı ki, hamılıqla xums vermədikdə Allaha borcluyuq. İmamlara borcluyuq. Və ya zəkat verməyən insan Allaha borcludur. Həc qılmayan insan Allaha borcludur. Allaha borclu ola, görürsünüz, Allah heç birimizin ruzusunu kəsmir. Niyə? O mərhəmət sifəti onda var. Ona görə Allah da istəyir, mənim bəndələrimdə də həmən mərhəmət sifəti yaransın. Ona görə dəyər verir o insanlara. Filan vaxtı filan kəs mənə qarşı haqsızlıq eləmişdi. İndi onun vəziyyətinin pis olan vaxtıdır, nə bilim gücünün olmayan vaxtıdır. İndi ona o əziyyəti eləyim, bilsin əziyyət çəkmək nədir? Mərhəmətsizlik etmək olmaz. Allah deyir ki, mən sizə qarşı necə davranıram, indi danışacaq, hədisdə deyiləcək. Təəccüb edirəm o insanlara ki, Allahdan mərhəmət gözləyirlər, amma insanlara qarşı mərhəmət nümayiş etmirlər. Allahdan istəyirlər, Allah bizi bağışla, səhv eləmişik, xəta eləmişik, amma biri səhv etdikdə ona qarşı onu bağışlamağı bacarır.